56-cı sualın izahına baxaq. Deyir ki, proqramın icrası zamanı D dəyişəni ən kiçik hansı ən kiçik natural qiymətində 55 ədədini çap edəcək. Deməli, bu tip misallarda nə etmək lazımdır? Əsas dövrün sayını tapmaqla dövrə giriş etməkdir. Yəni, dövr operatorudur. İlk öncə biz fikirləşməliyik ki, dövrün gövdə hissəsi neçə dəfə təkrarlanır. Gəlin ilk öncə dövrümüzə K deyək. Dövrümüzü K kimi işarə eləyək. Dövr sayımızı K. K kimi işarə etdikdən sonra. Deməli, S bərabərdir. S nə qədər ki, bu şərt ödənib. S bərabərdir S plus D-də, M bərabərdir M plus 5-də K dəfə dövr eləyib. Və sonda deyir ki, N, yəni bu N bərabərdir M plus 5 neçə dəfə hesablanıb ki, sonda 55 qiymətini çapa verir. Bunun üçün nə edirik? N-in ilkin qiyməti məlumdur, 0-dır. 0 üstə gələk, dövrümüzə də K demişik. Yəni 0-ın üzərinə K dəfə 5-i gəlib, bərabər olub 55-ə. Buradan K-nı tapsaq, K bərabərdir 11. Aha, deməli tapdıq ki, bizim dövrümüzün sayı 11-dir. Yəni 11 dəfə dövr edib. 11 dəfə dövr edib və sonda 55 qiymətini alıb. Deməli, N bərabərdir M plus 5 11 dəfə dövr edibsə, S bərabərdir S plus D də 11 dəfə dövr edib. Bu tip misallarda 2 dəfə dövrə giriş olunur. 1 K bərabərdir. 1 K bərabərdir 11 halı ilə, 11 dövr halı ilə, bir də K bərabərdir 10 dövr halı ilə. Biz 11 dövrümüzlə girəndə bu bizim 11-ci dövrdə artıq dövrümüzdən çıxıb. Bəs yaxşı, gəlin görək dövrdən nə zaman çıxır? Nə qədər ki S kiçik bərabərdir 365 şərti ödənir, o vaxta qədər dövr işləyir, yəni dövrün gövdəsi hesablanır. Dövrdən nə zaman çıxacaq? S böyükdür 365 olduqda. S böyükdür 365 şərtində. Neçənci dövrdə? 11-ci dövrümüzdə. Deməli, biz 11-ci dövrlə hesablandıqda bizim bu şərtimizə görə işləyəcəyik. Aha, tamam. İndi baxaq. S-in ilkin qiyməti 0-dır. 0 üstə gələk. Dövrümüz də K-dır. Yəni, bu S-in də üzərinə 11 dəfə D-ni gəlib. 11D hansı şərt ödənəcəkdir? Dövrdən çıxma halı. Böyükdür 365. Buradan D-ni tapsaq, D böyükdür 33,1 davamlı olur. Və D böyükdür bundan. Deməli, D olacaq 34. Bir də 10 dövrlə girsək, yəni bir dövr geri qayıtsaq. Artıq bir dövr geri qaydanda, deməli, bu 10-cu dövrdən axırıncı dövrə girmə halıdır. Yəni, axırıncı bu şərtin ödəndiyi haldır. S kiçik bərabərdir 365. Deməli, biz 10-cu dövrümüzlə girəndə, 10-cu dövrümüzdən hesablayanda elə şərtimiz eyni qalır. S kiçik bərabərdir 365 şərti ilə işləyirik. Bu zaman yenə də 0 üstə gələk. Artıq 11 dövr yox, 10 dövr, 10D kiçik bərabərdir 365-dən. Buradan da D-ni tapsaq, D kiçik bərabərdir, olacaq 36,5. D 36,5-dən kiçikcə, deməli D bərabərdir 36-dır. Biz tapdıq ki, minimum qiyməti 34, maksimum qiyməti isə 36. Bizdən soruşurdu ki, D dəyişənin hansı ən kiçik natural qiymətində? Ən kiçik dediyinə görə, deməli, cavab olaraq biz götürəcəyik artıq 34 qiymətini. Maksimum desəydi 36-nı götürərdik. Minimum dediyinə görə 34 qiymətini. Deməli, D-nin ən kiçik 34 qiymətində 11 dəfə ümumi dövrümüz hərəkət eləyir və 55 qiymətini sonda çap edir. Cavabımız oldu D variantı. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.